Basandan kainatla bağlı həmişə maraqda olub ki, görəsən bu ulduzlar nədir, bu planetlər nədir? Ümumiyyətlə gördüyü nə olubsa hamısı ilə maraqlanıb. Artıq texnologiya gəlib o həddə çatıb ki, Günay bilmirəm məlumatın var ya yox. NASA təxminən 6 milyon kilometr yaxınlığına yaxınlaşıb Günəşin zondla, kosmik peyklə yaxınlaşıblar və hələ də elmə məlum olmayan Günəş küləklərini qeydə alıblar video görüntü vasitəsilə. İndi onların araşdırması gedir. Gör, texnologiya nə qədər inkişaf edib ki, artıq belə deyək də verbal olaraq insan Günəşə toxuna bilir. Hardasa Hə. Kainatda baş verən hadisələr həmişə insan üçün maraqlıdır da ümumiyyətlə. İndi görək kainatda baş verən hadisələr nələrdir? Onlarla tanış olaq. Alimlərin hesablamalarına görə Süd yolu qalaktikasında ən azı 200 milyard ulduz və 50 milyard planet var. Elədir. Bu çox ciddi göstəricidir. 50 milyard planet. Təsəvvür edirsən? Bir araşdırmada var. Deməli, hidrogen və helyumdan ibarət olan Yupiter ən ağır planetdir. Yupiterin çəkisi Günəş sisteminin digər 7 planetinin ümumi çəkisindən 2,5 dəfə ağırdır. Yupiterin həm də bir funksiyası var. Mən bu istiqamətdə Discovery kanalını çox izləyirəm. Orada maraqlı məlumatlar paylaşırlar. Bir verilişdə belə deyirdilər ki, Yupiter əslində ümumiyyətlə bizim Günəş sistemi bu yaradılmış bir sistemdir. Bu təbii proseslər nəticəsində əmələ gəlməyib. Bu məlumdur. Təsadüfün nəticəsi deyil. Təsadüf deyil. Və Yupiter elə bir funksiyanı yerinə yetirir ki, sanki kosmik toz sorandır. Və fırlanır bu bərk planetlərin arxasında. Deməli, gəlir Günəşdən sonra ulduzlu Günəş, Günəşdən sonra gəlir Merkuri, Venera, Yer, Mars. Bu bərk planetlər bitir, başlayır qaz nəhəngləri. İlk gələn Yupiterdir və Yupiter bütün bu asteroidlər, meteorlar, nə bilim nələr, kosmik daşlar hamısından təmizləyir bizi. Özünə çəkir və yer kürəsini qoruyur. Yer kürəsini və digər planetləri qoruyur. Çox maraqlıdır. Bu faktı mən də oxumuşdum. Çox maraqlı gəlmişdi mənə əslində ki, gör necə yaradıcı, necə mükəmməl yaradıb. Əlbəttə. Hətta bizim bilmədiyimiz yerdə belə, kosmosda belə bizi qoruyan bir qüvvələr var. Təbii. Yer kürəsini qoruyan bir qüvvə var. Astrofiziklərin hesablamalarına görə hər gün səmada ən azı 275 milyon yeni ulduz yaranır. Bunu da alimlər deyirlər. Deməli, ulduzların siniflərə bölünmə təsnifatının təməlini Annie Camp qoyub. Həmin qadının deməli araşdırmaları kifayət qədər çoxdur. Bu qadın eşitmə qabiliyyətinin çoxunu uşaqlıq və ya yetkinlik dövründə itirsə də bu sahədə bir çox uğurlu işə imza atıb. Bu araşdırmalar ümumiyyətlə alimlərin araşdırmaları. Michio Kaku da var. Bax belə bir araşdırmaçı, alim, həm də fizikdir. Onların mən mühazirələrini dinləyirəm hərdən. Mənim üçün çox maraqlı sahələrdən biridir. Onlar elə məqamlara toxunurlar ki, kainatın yaranması, planetlərin yaranması, varlığı, dövr etməsi bu möcüzəli bir şeydir. Misal üçün, insan DNT-si, genetikasını araşdıranda spiralvari bir görüntü ortaya çıxır. Sən demə, Günay, Günəş sistemi də, planetlər də Günəşin ətrafında fırlanmaqla yanaşı, Günəş özü də fırlanır axı. Kənardan baxsaq ona, eyni həmin dövrə üzrə, həmin fırlanma şəklində Günəş özü də bax, eyni formada fırlanırmış. Deməli, hərdən mənə elə gəlir ki, bəlkə də biz yaşadığımız bax bu kainat var ha. Hər hansısa bir varlığın, canlı orqanizmin bir hüceyrəsidir, biz onun içindəyik. Çünki fraktal kainat anlayışında bir alim var, onun adı yadımdan çıxıb, o belə bir nəzəriyyəni irəli sürmüşdü ki, yəni ulduz, bax bu nədən qaynaqlanır? O vaxtı, bilməm, adı nə idi, o kaleidoskop idi, nə idi, biz baxırdıq uşaq vaxtı və fırlatdıqca elə bil həmin o həndəsi fiqurların içindən başqa fiqurlar çıxırdı. Həmin o nəzəriyyəni müdafiə eləyirdi və deyirdi ki, ulduzlara nə qədər yaxınlaşsaz belə,
yenə də böyük bir üfüqlər açılacaq qarşınızda. Yəni sonuna gedib çıxa bilməyəcəksiniz. Alimlər deyirlər ki, kainat işıq sürəti ilə genişlənir və belə deyirlər ki, o Big Bang nəzəriyyəsinə əsasən də kainat əvvəl mərkəzləşmiş bir cisim olub, molekuldan yaranıb. Bərk bir cisim olub, sonra böyük bir partlayış olub və həmin partlayışdan sonra kainat sürətlə, işıq sürəti ilə genişlənir və cisimlər bir-birindən uzaqlaşır. Çünki heç bir partlayışdan sonra normal nizamlı bir şey yaranmır. Yaxşı, gəlin kiçik... Sən onu niyə xaos kimi dəyərləndirirsən ki, bəlkə elə o partlayışın özü də bir nizami qüvvənin işinin nəticəsidir. Amma gəl bir şeyə doğru yanaşaq da, həmin o partlayışın olması bəlkə bu enerjinin bir yerdən digərinə paylanması kimi özünü göstərib və bugün onu partlayış kimi adlandırırıq. Sadəcə bizim gördüyümüz aspekt bunu bizə dedizdirir. Bax, bayaq sən DNT ilə bağlı dedin, bəzi alimlər də insan bədənini, insan orqanizmini elə mikrokosmos adlandırırlar və istəyərdim ki, ən axırıncı məlumatda çatdırım. Marsda Olimpus adlanan bir dağ var. Həmin dağın hündürlüyü 27 kilometrdir. Bu dağ Everest dağından 3 dəfə yüksəkdir. Ehtimallara görə Olimpus dağı o qədər yüksəkdir ki, bu dağın zirvəsi hətta Marsın atmosferindən kənara çıxır. Elədir, həm də ən dərin kanyon da məsələ Marsda yerləşir.